Xaçmazda su iti cəsədləri aşkar olunub. Dəniz heyvanları Xəzərin sahilində ölü vəziyyətdə aşkar olunub. Sakinlər bildirib ki, son vaxtlarda bu cür hallarla qarşılaşıblar. Su itlərin ölümü səbəbi hələ ki onlara da maraqlıdır. Bu vaxta kimi belə bir şey olmayıb. Son vaxtlarda ona yaxın su iti çıxıb Nizava çayından Alpan çayı kimi. Özümüzə də maraqlıdır ki, bu nəyə görə çıxıb, ölür. Keçən ay olmayıb, keçən il olmayıb. Ümumi bu təzəlik olub. Sorğunuza cavab olaraq bildirmək istəyirik ki, Xaçmaz rayonu Niyazabad kəndi ərazisində sahil zolağına Xaçmaz rayonu Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşlarının baxış keçirdiyi zaman həmin sahil zolağında su iti cəsədləri aşkarlanmışdır. Müvafiq olaraq tapılan cəsədlər əraziyə dəvət olunan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə aktlaşdırılmış, cəsədlərdən nümunələr götürülmüşdür. Agentliyin aidiyyatı üzrə laboratoriyasına göndərilmişdir. Laborator analizlərin nəticələri bəlli olduqdan sonra araşdırmanın nəticələri Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən mediaya təqdim olunacaqdır. Cəsədlərin bir hissəsi çürüyüb, bəziləri isə vəhşi heyvanlar tərəfindən parçalanıb. Ərazidə üfunətli qoxu hiss olunur. Qeyd edək ki, son illər Xəzər dənizinin müxtəlif sahillərində bu cür analoji hallara rast gəlinib. Mütəxəssislər bu hadisələri dəniz suyunun çirklənməsi, iqlim dəyişiklikləri, eləcə də su itlərin qida zəncirinə daxil olan toksinlərin artması ilə əlaqələndirir. Emin Kərimov, Səs TV Xəbər, Xaçmaz.